Hörmətli Biokamin Azərbaycan səhifəsinin izləyiciləri, növbəti təhvil verdiyimiz layihədən təqdim edirəm sizə. 1,5 metrlik avtomatik biokamin. Gördüyünüz kimi mərmər üzərində şüşələrlə təchiz olunub. Burada yanacağa doldurulması, söndürülməsi, yandırılması hissəsidir. Kamin. Həmçinin pult. Kaminin pultu var. Pult vasitəsilə yandırılır, söndürülür. Gördüyünüz kimi buradan yanacaq əlavə olunur. Avtomatik nasos var. Nasos vasitəsilə lazım onda bura əlavə olunur şlanq. Digər tərəf isə yanacaq maddə olan butulkaya boruyor. Və sonra pult vasitəsilə burada manual qədərlə yandırıb söndürmək olur. Gördüyünüz kimi alovun hündürlüyünü tənzimləmək olur. Həmçinin pult vasitəsilə yandırıb söndürmək və alovun hündürlüyünü tənzimləmək mümkündür.